İndi gedirəm bir Özbək restoranına. 2 il əvvəl orada yemək yemişdim. Özbək restoranında. Qəşəng Özbək yeməkləri. Mən ümumiyyətlə Özbək yeməklərini çox xoşlayıram. Qəşəng Özbək yeməkləri olur. Həm plovu olsun, həm kababları olsun. Kabablardan Özbəklərin belə Amerikada tapılmayan quyruq ciyər kababı var idi. İndi metroya düşürəm. Mənim üzümü görməsəz də belə bir metroya baxın. New York metrosu duzla çarpır bilər ki, sürüşməsin insanlar. Bu arada metro kartım var. Metro kartı olmasa da çox yerdə problem deyil. Çünki insanlar bir şəkildə keçirlər. Yox, mənim həqiqətən metro kartım var ya da ki Apple Pay ilə keçir. Bir də cibimdən metro kartını çıxartmayacağım. Apple Pay vurum. Keçim. Buradan Q metrosuna gedəcəyəm. Vurdum. Keçirəm. Amma səhv tərəfə keçdim sanki. Bir dənə baxaq görək. Haraya getməliyəm? Brooklyn. Brooklyn'ə. Eyni şeydir amma. Mən gedirəm. Coney Island, Downtown Brooklyn. Downtown Brooklyn'ə gedirəm. Q yazılana minəcəyəm. Burada zaten Google xəritələr işlədənlər bilir necə işlətmək lazımdır. Özləri göstərir nə etmək lazımdır, necə istifadə olunur. Yəni Google'da hər şeyi addım-addım yazıblar. Məsələn, mən indi olduğum yerdən 40-cı küçədən və Broadway'dən mindim. Buradan birbaşa gedəcəyəm. Görürsünüz burada Follow Downtown Brooklyn Express N and Q. Mən Q'ya minəcəyəm. Q'ya minirəm. 17 dənə stopdan sonra. Stopdan sonra düşəcəyəm Avenue U-ya. Oradan da Gülçataydır restoran adı. Gülçatay. Oraya gedəcəyim. Q hanı? Yaxşı sualdır, burada Q görmürəm. Biraz mənzərəli yerdə oturaq. Deməli, New York metrosunda New York metrosu Amerikanın ən belə busy metrosundan və ən köhnə metrolarındandır. Burada New York'ta yaşayanlar demək olar ki, hər kəs metrodan istifadə edir. Çox az adam olar ki, metrodan istifadə eləməsin. Çünki burada bir A nöqtəsindən B nöqtəsinə getmək üçün olduqca maşınla gedirsinizsə, olduqca vaxt itirirsiniz. Mən maşınla 3-4 dəfə gəlmişəm New York'a. Həmişə maşınla gəzmişəm, amma metronu kəşf edəndən sonra bu sonuncu gələn 2-3 dəfə gələndə maşınsızam. Yəni 2-3 dəfədir ki, mən metronu kəşf etməyə məcbur oldum, amma çox çox belə əlverişli olduğunu gördüm. Çünki maşınla getdiyin, yəni saat yarım yolu sən metro ilə 1 saatda çox rahat şəkildə çatırsan, bəzən də tez. Həm də oturub başqa bir şeylər eləyə bilirsən. Yəni ora ayırdığın vaxtı başqa şeylərlə vaxtını keçirə bilərsən. Yəni maşın sürməkdən əlavə. Həm də ki maşınım hal-hazırda yoxdur, kirayə eləməyi də heç bir şəkildə istəmirəm. Çünki $90 keçən dəfə gecə başına $90 kirayə pul vermişəm maşına. İndi gedək Gülçataya görək nə yeyirik. Ona kimi biraz kameranı zaryadkaya qoyum. Həm də baxım görüm dünyada nə baş verir.
tərəfdə çox qəşəng qar yağıb. Manhattan'da belə qar görünmür əslində. Bəlkə də eyni yağıb, prosta burada əriməyib yəni. Manhattan'da amma belə qar görmək, yerdə görmək çətindir. Orada bəlkə də maşınların çoxluğundan da isinir hava. Qar əriyir. Amma yəni burada daha çox. Bir de kameranı ayarlamak istemedim. Soyuqdur, dəhşət soyuqdur. Geldim Brooklyn tərəfə. Mən əvvəl Manhattan tərəfdəydim. Ümumiyyətlə New York'un, şəhərin 5 böyük hissəsi var. Bunlardan Manhattan və Brooklyn ən məşhur olanlardır. Bronx var, Queens var. O birisinin adı yadımdan çıxdı açığı. Neyse, var oğlu var. Ben hal-hazırda arkamda görürsünüz Brooklyn'deyim. Burada ben 2 il əvvəl gələndə Qaryaçı Peyraşqı diye qışqıran zad eşitmişdim yani. O derece New York'da da bu. Şabalca zıplar kısaca. Qəşəng. Gedirəm indi Gülcənnətə. Gülcənnət idi, Gülçanat idi neydi? Ora o dediğim yere Özbek pilavı falan olan yere. Bundan ötürü 50 dəqiqədə yol gəlirəm. Maşınla 1 saat 15 dəqiqə göstərirdi. Zaten maşın yoxdur. Hava çox soyuqdur, olduqca soyuqdur. Buralar hamısı Rusların yaşadığı deyil, buraya var, apteka. Rus dilində ya. Belə yerdir. Bence mənim gedəcəyim yer buradaydı. Neyse. Burada, deyil, ölçmüşəm. Deyil, Gülçatay. Kıymet 30 dolar geldi. Gülçatay restoranında yedim. Ciğer kebabı, ciğer kuyruk kebabı ile bir de şurpaydı. Adı et supu. İçinde markov, bir de azmazı göyərti var idi. Bir de şey vardı. Biber, kırmızı biber var idi. Bir dilim. Çox qəşəng dadlı yeməklər var idi. İkisi də yaxşı idi. Kebab ümumiyyətlə dəhşət gözəl idi. Yəni onu necə bişirirlər, necə marinə eləyirlər, heç bir şəkildə anlamıram. Çox dadlı idi. İndi gedirəm otelə. Axşam Village restoranı var, oraya getmək istəyirəm. Azərbaycanlıların restoranı da orada. Orada da baxmaq istəyirəm. Oy. Baxmaq istəyirəm onların yeməyinin dadına. İndi hal-hazırda oteldə bir Azərbaycanlı, New York'da yaşayan bir Azərbaycanlı qardaş var. Yeni gəlib bir ildir. O gözləyir məni. Mən gedirəm, Manhattan'a qayıdıram. Sonra yenidən qayıdacağım Brooklyn'a və
Azərbaycan restoranını try eləmək istəyirəm. Əgər çatdırsam. Damn, man. It's cold, man. I miss you more than life. Yeah, if you can't be next to me, your memory is ecstasy. I miss you more than life. I miss you more than life. Your life thinks there's always tomorrow. There's always tomorrow. I need more time and time can't be borrowed. I need more time to talk can't be borrowed. I ain't leaving on behind if I could follow. Since I know that your life is all that I get, I want you to. Bu arxamdakı bina əvvəl qaldığım oteldir. Burada dekabrın əvvəli qalmışam. Deməli Amazondan bir şey sifariş eləmişdim. Əvvəl burada olanda saatımın adaptörü yox idi. Gətirməmişdim. Zaryadkası tutarmışdı. Ya onu zaryadkaya qoymaq üçün adaptör sifariş elədim. Bu otelə gəlmişdi. Nəysə Amazonun yaddaşında bu adres qalıb deyə bundan sonra da bir dənə də şey sifariş elədim. O da bu adresə gəlib. Adresə fikir verməmişəm. Bu adresə gəlib. İndi onu götürməyə gəlmişdim. Bu arada Times Square-in yanındayım. Arxanda gördüyünüz yer Times Square-dir. Cəmaət çıxıb oraya şəkil çəkir. Nəysə, deməli maraqlı bir hadisə baş verir. Bunu götürdüm, paketimi götürdüm. Amma New York'a gəlməyim tamamen təsadüfdür. Yəni gəlməsəydim bu Amazondan mənə gələn məhsul burada qalacaqdı. Ya da itibat olacaqdı. Nəysə. Deməli saat 7 idi. 8-ə falan işləmişdi. Fikirləşdim ki, gedim bir qəşəng Azərbaycan restoranı var, orada yemək yiyeyim. Village Cafe səhv eləmirəmsə. Orada yeməyə getmək istədim. O da gedəndə gördüm ki, daha doğrusu getmədən zəng elədim, dedilər ki, bağlıyım. Dedim, hə, okey. Ondan sonra başladım restoranlar axtarmağa. Acımışam yəni. Açığı Manhattan'da hər küçənin başında, ayağında, ortasında, hər yerində, hər yer yeməkdir yəni, hər yer restorandır. Sadəcə istəyirəm ki, fərqli dad yoxlayım. Nəsə durdum, fikirləşdim. Heç olmasa gedim Rus mağazası bağlarına kimi oradan quru balıq, nə bilim, belə çıxmasın.
çox qarnıma qulluq eləməyə fikir verirəm. Yəni bayağı qarnıma qulluq eləməyi xoşlayıram. Nəysə, bastım getdim rus restoranına. Fikirləşdim, bəzən rus mağazasında daha doğrusu fikirləşdim. Rus mağazalarında zaten yeməklər olur. Elə oradan yemək alıb yeyərəm. Olmasa da oradan Gürcü restoranına gedərəm. Xəngəldən ya da başqa bir şey yeyərəm, acar eləcəm. Acar yox, əsas xəngəl istəyir. Rus restoran mağazasına getdim. Rus restoranında yeməklər bağlı idi. Yemək yerlərinin hər yerini bağlamışdılar. Amma bir-iki dənə fərqli şeylər aldım. Yəni belə şov göstərirlər orada. Nəysə, Rus restoranından bir neçə konserv falan belə şeylər aldım ki, bəzən xoşlayıram da belə atışdırmağı. Nəysə, biraz bazarlıq elədim. Zəng elədim Gürcü restoranlarına. Gürcü restoranlarına da hamısı bu donuz əti iləndir. Ya da ki, ləmlə donuz qarışıq ya da ləmdir. Yəni quzu ətidir, xəngəllər. Mən də istəmədim. Belə deyək də, hələ də acam. Saat 11'ə işləyib bu şey, 10 dəqiqə, 15 dəqiqə və az-azına gedirəm otelə. Əlim soyuq olur. Bu qədər. Videonu burada sonlandırıram çünki səhər artıq uçuşumdur. Geri qayıdıram Şarlota. Səhərə kimi sizinlə paylaşmaq istəyirəm bu videonu. Zaten təyyarəyə minəcəm, gedəcəm. Orada çəkəcək bir şey də yoxdur. Bu kimi videoların davamı gəlməyini istəyirsinizsə mütləq şəkildə kanala abunə olun. Videonu bəyənməyi unutmayın. Rəylərə hansı videoları görmək istəyirsinizsə onlar barədə yazın. Mütləq şəkildə onları ciddiyə alıram. O barədə bir materiallar hazırlayacağım. Dostlar, aeroportdayam, indi qayıdıram geri. Belə bir hadisə başıma gəldi. Mikrofonum, bu görürsünüz, bura keçirirdim həmişə. O taksidə düşdü ya da ki taksidən əvvəl düşdü. Taksi şoförünə zəng elədim. Dedi ki, tapa bilmədim. Yəqin ki, ya taksiyə minəndə düşüb ya da ki başqa yerdə düşüb. Aeroportda baxdım. Minəndə taksidən düşəndə tapa bilmədim. Nəysə, bir müddət yəqin ki telefonla video çəkəcəm. Mikrofonu alana kimi. 2 dənə mikrofonum var. Əgər bağlaya bilsəm buna bağlayacağım. Yoxsa yeni mikrofon alacağım. Zaten düşünüyorum mikrofon almağı. Belə. Hal-hazırda Delta Airlines'e çamadanımı verdim.
35 dollardır bir çamadanın göndərmək. 52 pounda qədər, səhv eləmirəmsə, bizim çəki ilə 23-24 kilo eləyir. Yəni bunu çamadanı Amerika daxilində göndərmək. Amma American Airlines-dan gedəndə çamadanı göndərmək xərci 40 dollardır. Eyni çəkidə, eyni ölçüdə çamadanları. Burada 52 dollar. Hal-hazırda TSA pre-checklə gedirəm. New York aeroportu ilə Charlotte aeroportunu müqayisə edirəm. Tamam başqa səviyyə fərqi var. Yəni New York aeroportu çox qəşəngdir. Yəni LaGuardia'dan gedir söhbət. Çox belə elit aeroportdur. Charlotte aeroportu elə bil, nə bilim, belə yer yoxdur da, belə gözəl restoranlar, belə qəşəng yerlər yoxdur. Yəni yeməyə ancaq fast fooddur demək olar ki. Yeni videolarda görüşürüz.